İyunun 30'una keçən gecə və səhər saatlarında Qazax rayonunun Balacəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnə Qışlar və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iri çaplı silahlardan intensiv atışa məruz qalıb. Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Müdafiə Nazirliyindən verilən məlumata görə düşmən atəşinin qarşısı alınarkən silahlı qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakiroğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüzün və başsağlığı verir və səbir diləyir. Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Müdafiə Nazirliyi bəyan edir ki, düşmənin bu təxribatına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirlər görüləcəkdir.